aşiqin ən ali arzusu, ən yüksək arzusu cananın yolunda canını verməkdir. Əgər canan yolunda gedmirsə qurban, o canın qədri qiyməti olmur. Fikir verirsiniz, Kərbəlada şəhidlərin haqqında oxuyanda görürük ki, Zuheyr ibn Qeyn əvvəl İmam Hüseyin əleyhissalamdan istəmirdi üzbözü gəlsin. Amma İmam o ilə danışdı. Nə qədər danışdı, nə danışdı, da bunu heç kəs bilmir. 180 dərəcə bu adam çöndü. Gəldi sevinə-sevinə dedi ki, mən gedirəm Kərbəlaya. Bəli, imamı qorumağa. Və oradakı söhbətlərinə baxırsan, deyir, əgər mən 1000 dəfə ölsəm, 1000 dəfə dirilsəm, yenə də mən canımı sənin yolunda qurban verərəm. Çox qəribə bir şeydir. Aşiq, məşuq yolunda can verməsində elə bir zövq, elə bir ləzzət var ki, hədisimizdə var ki, bütün insanlardan soruşarlar ki, geri qayıtmaq istəyirsən, deyər ki, yox. Çünki can vermək var çətindir. Amma Allah yolunda can verənlər, yəni şəhidlərdən soruşanda ki, geri qayıtmaq istəyirsiniz, deyərlər ki, hə, niyə? Çünki can vermək var.